Çətin. İran tarafından bize malumat verdi ki, yani tapılıb bizim oğlumuz. Bax, bir çəkiliş elədilər, atdılar biz için. Baxdı, təsdiqlandı ki, həqiqətən oğlumdur. Mən çıxdım o əraziyə. 12 gün orada qaldım. Çox ağır vəziyyət verdilər, çox incitdilər məni orada. Cəsədi vermirdilər, alırdılar, aparıb qoyurdular. Çox ağır vəziyyətlə, Xarici İşlər Nazirliyinin köməkliyi ilə, sağ olsun bizim Xarici İşlər Naziri cənab Ceyhun Bayramov, onun köməyi ilə, onun vasitəsilə alıb verdilər cəsədi. Bəs axşam saat 11-12-də çıxartdım biz ərazimizə. 10 gündür, 12 gün siz orada. 12 gündür mən oradaydım, 12 gün İranlılar vermirdilər cəsədi. Araşdırma aparırdılar, yoxsa nədən vermədilər? Araşdırma deyirlər ki, güya bizim tərəfdən şikayət olunub ki, sağ-salamat ora çıxıb, onlar tərəfindən öldürülüb. Amma mən təsdiq, yoldaşımla təsdiq edirdi ki, həqiqətən bu bizim ərazilərdə iki balıqçı, iki əmi olar, Həsən Vağadada, Həsən Turan, balıq ovuna gediblər. Mən notariat qaydada təsdiq elədim ki, yəni bizim İran dövlətində şikayətim yoxdur. Notariat onu təsdiq elədi. Bu kağızları oraya göndərmişdim. O kağızlar da ondaydı hamısı. Bu qədər getdim də ora, dedilər gəlin cəsədi verərəm, vermədilər. Xarici İşlər Nazirinin köməyi dəstəyi olmadan heç cürə ala bilməzdim uşaqlardan. Sağ olsun mənim dövlətim, sağ olsun mənim xalqım, onların dəstəyi ilə öz uşağımı gətirim, öz vatanımı, öz ölkəmi gətirim. Gözden mi gözden? Yaxşı var. Hafiften kesme, dimanç. Hadi kopumu vermem. Kopumu vermem.